Salam, bugün bir koddan informatika nədir və əsas anlayışlar izahlarını edəcəyik inşallah. İlk öncə informatika nədir sualı ilə başlayaq biz. İnformatika bildiyimiz kimi digər beynəlxalq termin kimi, computer science kimi başa düşülür. İnformasiya haqqında elmdir. Yəni, ümumiyyətlə demək olar ki, informatikanın bütün özəyində duran informasiyadır. İnformasiya nədir ümumiyyətlə? Yəni, biz gündəlik müxtəlif vasitələrlə, müxtəlif üsullarla demək olar ki, informasiyanın ortasındayıq. Telefonla danışdığımız zaman, hər hansı bir arama motorunda axtarışlar etdiyimiz zaman, kartla ödəniş edəndə, xəstəxanada, məktəbdə və s. və ilə axır. Ancaq informasiya mübadiləsi, informasiya dövriyyəsi aparırıq biz burada. Burada hansı qənaətə gəlirik? İnformatika bu proseslərin hamısını idarə edən bir elmdir. Yəni, həm kompüterlər, həm proqramlar, həm də ki, proqramı idarə edən, proqramı quran insanların düşünmə mədəniyyəti, düşünmə ardıcılığı və s. və ilə bunların hamısının məcmusu informatikadır. Başqa bir deyişlə, informasiya plus algoritm, plus texnologiya, plus insan. Bax, bu 4 ünsürün cəmi informatikanı meydana gətirir. Bəzən bir çoxlarımız elə anlayır ki, informatika kompüter haqqında elmdir. Xeyr, əsla. İnformatika kompüter haqqında elm deyil. İnformatika informasiya və onun proseslərini öyrənən elmdir. Qaldı ki, digər kompüterlər filan isə həmin proseslərin tərkibində olan avadanlıqlardır, vasitələrdir. İnformasiya özü ümumiyyətlə ətrafdan qəbul etdiyimiz informasiya, məlumatlardır. Yəni, biz məlumat o vaxt informasiya olur ki, bunun bizim üçün hər hansı bir mənası olur. Bizim müəyyən planlarımıza təsir göstərə bilir. Məsələn, belə bir deyim var ki, burada hər məlumat informasiya olmaya bilər. İnformasiya o zaman olur ki, insan həmin informasiyadan istifadə eləyir və həmin informasiya əsasında qərar verir. Məsələn, 2 dənə nümunəmiz var burada. Birinci nümunə odur ki, sabah yağış yağacaq. Sabah yağış yağacaqsa, biz işə və ya dərsə gedən zaman nə etməliyik? Avtomatik çətir götürməliyik. Deməli, bu informasiyadır bu artıq birincisi. Amma məsələn, deyilir ki, ay 3 gün sonra 380 min kilometr uzaqlıqda olacaq. Məsələn, nə olsun? Yəni, bu bizim nəyimizə təsir göstərəcək və ya evdən çıxanda, işdə, dərsdə filan. Nə kimi bir plan qura bilərik biz bunun haqqında? Heç nə. Deməli, bu informasiya deyil. Bizim üçün artıq informasiya deyil. Bu artıq bir məlumatdır. İnformasiya dəyəri yoxdur. Və ya deyilir ki, filan dənizin sahillərində, misal üçün, filan milyard qədər qum dənəsi var. Baxırıq ki, məsələn, statistik bir şeylə tutalım. Amma informasiya deyil. Bu yalnız bir adi məlumatdır. Bizim üçün heç bir informasiya dəyəri yoxdur. İnformasiyanın xüsusiyyətlərinə baxaq. Bir informasiya hansı xüsusiyyətlərdə olmalıdır? İlk öncə informasiya nə olmalıdır? Dəqiq olmalıdır. İnformasiya səhvsiz olmalıdır. Yanlış olmamalıdır. Məsələn, elektron jurnal işləyən müəllim orada hər hansı bir balı, orada daxil etdiyi informasiyanı səhv işləyərsə, bu artıq digər nəticələr doğura bilir. İkincisi nədir? İnformasiya tam olmalıdır. Yəni, bütün hissələr üzrə tamamlanmalıdır. Məsələn, belə bir məlumat verilir ki, bizə şagird gəlmədi. Hansı şagird? Kim? Niyə gəlmədi? Söhbət kimdən gedir? Nədən gedir? Bu natamamlıqlar varsa, deməli, bu informasiya deyil, məlumatdır, veriləndir. Üçüncüyə baxırıq. İnformasiya faydalı olmalıdır. Yəni, faydalı nə mənada? O demək deyil. Faydalılığı bəzən yanlış anlayırlar ki, cəmiyyətin xeyrinə, insanın xeyrinə. Xeyr, söhbət bu faydadan getmir. Yəni, söhbət o faydadan gedir ki, informasiya insanın planlarına təsir göstərə bilsin, insan həmin informasiya əsasında qərar verə bilsin. Faydalılıq deyəndə bu nəzərdə tutulur. Məsələn, bayaq yuxarıda qeyd etdiyimiz hava proqnozu var ki, məsələn, havanın temperaturu və ya 15 dərəcə olacaq və ya yağış yağacaq. Bu, əsasında biz evdən çıxanda çətirlə çıxırıq. İnformasiya faydalı informasiyadır.
Amma məsələn, qum dənələrinin sayı yuxarıda qeyd etdiyimiz, onun bizə heç bir faydası yoxdur. 10 milyard olsa və ya 10 trilyon qum dənəsi olsa dəniz sahilində bizim üçün heç bir mənası yoxdur bunun. Dördüncüsü, informasiya əlçatan olmalıdır. Yəni, informasiyanı biz istədiyimiz vaxt əldə edə bilməliyik. Təbii ki, bunu bütün informasiyalara aid etməyə haradasa düzgün olmur, amma məsələn, yuxarıdakı elektron jurnal üzərindən yola çıxsaq, elektron jurnala 7/24 giriş. Hər daim oradan biz daxil olub uşaqların qiymətlərinə və s. istədiyimiz zaman baxa bilirik. Bu informasiyanın əlçatanlıq xüsusiyyətidir. Məsələn, qiymətlər kağız jurnalda olanda bu əlçatan deyildi. Yalnız dərs zamanı, məktəb zamanı biz şagirdlərin qiymətlərinə baxa bilirdik. Axşam vaxtı məsələn bu saat 8-dən 9-dan sonra hansısa uşağın valideyni zəng edir ki, mənim uşağım məsələn 3 gün əvvəl hansı qiyməti alıb. Əlçatan deyil axı ki, onun üçün gərək biz durub gedək məktəbə filan orada. Yəni imkan belə deyim, xaricində olurdu. Ona görə də bu əlçatanlıq xüsusiyyəti pozulurdu. 5-ci, informasiya müasir olmalıdır. Məsələn, köhnə informasiya dəyərsizdir. Tutalım ki, bir il əvvəlki market qiymətləri artıq indiki dövrdə heç kimə lazım deyil. Bir il əvvəl məsələn yağın litri tutalım, məsələn 5 manat idisə, indi 7 manatdırsa artıq köhnə list ki var, həmin list heç kimə lazım deyil, artıq tamamilə dəyərsizdir. Yəni informasiya müasir, güncəl olmalıdır. Bu 5 informasiyanın xüsusiyyətidir. İnformasiya növlərinə baxaqsa, informasiyanı biz birincisi mətn informasiyasından bəhs edirik. Bizim gördüyümüz kitablar, məqalələr, mesajlar, yazı ilə yazılan nə varsa mətn tipli informasiya aiddir. Qulaq duyğu üzvümüz vasitəsilə qəbul etdiyimiz səs tonları, onun hamısı səs vasitəsilə, qulaq vasitəsilə qəbul etdiyimiz informasiyalardır. İnsanların danışıqları, yəni nitqi, musiqilər, bildiriş tonları, sirena səsi və s. və ilə. Bunlar hamısı səslə qəbul etdiyimiz informasiyalardır. Üçüncüsü şəkil informasiyasıdır. Şəkil adından bəli, yəni ümumi foto şəklində sxemlər, diaqramlar, yəni vizual olaraq qəbul etdiyimiz informasiyalardır. Video isə yəni bir növ şəklin hərəkətli versiyası. Bunlar əslində multimedia tipli gedir. Şəklin hərəkətli versiyası tipi, yəni hərəkət plus səs plus şəkil. Bunların üçün məcmu halında qəbul etdiyimiz informasiya video informasiyasıdır. 5-ci qrafik cədvəldir. Məlumatların strukturlaşdırılmış formasıdır bu. Nə deməkdir? Misal üçün müəyyən gəlin bu elə ədədi məlumatla bir yerdə edək ki, 5 də bizə aydın olsun, yəni qrafik də uyğun olsun. Məsələn, ədədi məlumatlara baxaq, bizə bir cədvəl gəlir ki, məsələn, məktəbdə 380 nəfər şagird təhsil alır. Bu bizə ədəd şəklində gəldi, statistika şəklində gəldi. Amma biz onu salıraq Excel-ə, Excel proqramı vasitəsilə artıq onu bir strukturlaşdırırıq, qrafikləşdiririk. Yəni bu ikonu biz burada görürük. Artıq həmin ikonka ilə biz görürük ki, belə bir qrafikimiz alınır, tutalım. Məsələn, 3 qiyməti ilə oxuyan uşaq sayı, məsələn, 187. Biz onu artıq qrafik ilə göstəririk. Vizuallaşdırırıq həmin informasiyanı. Bu isə qrafik və cədvəl informasiyasıdır. Yəni, mətn, səs, şəkil, video, qrafik cədvəl və ədədi məlumatlar. Bunlar informasiyanın ümumi növləri gedir. İnformatikanın başda deməli olduğumuzu indi söyləyirik əslində. Bunda bir müəyyən səbəblər var, biraz daha geniş izah edək. İnformatikanın əsas tərifi nədir? Informatika ümumiyyətlə informasiyanın yaradılması, toplanması, emal edilməsi, saxlanması, ötürülməsi, qorunmasını öyrənən elmdir. Yuxarıda dediyə informasiya və onun prosesləri. İnformasiya aydındır. Prosesləri hansıdır? Yaratma, toplama, emal etmə, saxlama, ötürmə, qorunma. Bunların hamısı məcmu halında öyrənən nədir? İnformatikadır. Bunların hamısını bir daha geniş şəkildə baxın. İnformasiyanın yaradılması nədir? Biz telefonu götürdük, hər hansı bir prosesin şəklini çəkdik, yazdıq həmin prosesi və ya məktəbə daxil olanda barmaq izi qoyduq, bizim işə gəldiyimizi ölçdü. Bunların hamısı
informasiyanın yaradılmasıdır. Sıfırdan yaradılmasıdır. Toplanma nədir? Hazır olan informasiyanın toplanmasıdır. Məsələn, siz gedirsiniz başqa birinə, onun artıq anket məlumatlarını toplayırsınız. Yaşınız nədir, marağınız nədir, hobbiniz nədir və s. və ilə axır. Bir şirkət hər hansı bir işə qəbul elan edir və CV-ləri yığır. Neynir bu? İnformasiyanı toplayır. Həmçinin kameralar, küçədə, evdə, obyektlərdə olan kameralar hazır olan bir şeyi çəkir. Bu da informasiyanın toplanmasıdır. Üçüncü, informasiyanın emalı. Deməli, informasiya yaradıla bilər, informasiya toplana bilər, informasiya emal edilə bilər. Emal nədir? Yəni, hazır əlimizdə bir informasiya var. Biz informasiya üzərində oynayırıq. Necə? Orada müəyyən ardıcıllaşdırma apara bilərik, hesablama, filtrləşdirmə, filan informasiya bizə lazımdır, filan informasiya bizə lazım deyil, analiz aparma, kodlaşdırma və s. və ilə. Bu, informasiyanın emalıdır. İnformasiyanın saxlanması, yəni informasiya var, biz onu müxtəlif daşıyıcılarda saxlaya bilərik. Məsələn, hard disk, SSD, server, bulut. Bunlar müasir saxlama metodlardır. Biz onu kağızda, müəyyən, məsələn, ilk insanlar, ticarətlə məşğul olan insanlar, qədim insanlar ticarətdə düyünlərdən istifadə edirdilər. Gəlir, misal üçün, kimdənsə 3 ədəd nəsə borc aldığını tutalım, ipə 3 dənə düyün atırdı və onunla bilirdi ki, bu adam, misal üçün, mənə 3 dənə falan şey borcludur. Yəni, informasiyanın saxlanması, saxlanma üsulları dövrdən dövrə fərqliliklər göstərə bilər. Bizim burada qeyd etdiyimiz hard disk, SSD, serverlər və bulut texnologiyası bunlar müasir saxlanma vasitələridir. İnformasiyanın ötürülməsi. Məsafədən asılı olmayaraq bir yerdən başqa yerə ötürməkdən ötürü əsasən internet resurslarından istifadə olunur. E-mail vasitəsilə, WhatsApp ani mesajlaşma tətbiqi ilə, internetlə ötürmək, yəni bu ümumi məcmu halda qeyd edib və ya yaxında Wi-Fi şəbəkəsi, Bluetooth vasitəsilə və s. Qorunma isə informasiyanın silinməsinin qarşısının alınması, informasiyanın zədələnməsinin qarşısının alınması və ya phishingə məruz qalmaması, pis niyyətli insanların, hackerların əlinə keçməməsi üçün müxtəlif üsullardan istifadə olunur. Şifrələmə. Şifrələmə nədir? Misal üçün, əgər mən salam sözünü şifrələmək istəyirəmsə, müxtəlif şifrələmə üsullarından istifadə edir. Ya bu rəqəmlərlə şifrələnə bilər və ya müxtəlif alternativ əlifbalarla şifrələnə bilər ki, bu kimin əlinə keçirsə, bunun salam olduğunu oxuya bilməz. Antiviruslar vasitəsilə mühafizə edilə bilər firewalllar və ya müxtəlif parol sistemləri ilə həmin informasiyanın saxlandığı qovluğa və ya diskə giriş məhdudlaşdırıla bilər və bu üsulla informasiya qoruna bilər. İnformatikanın sahələri içərisində algoritm və proqramlaşdırmadır. Təbii ki, bu əsas yaradılmadır. Yəni, proqram, algoritm və proqramlaşdırma dilləri vasitəsilə yaradılır. Algoritmləşdirmə nədir ümumiyyətlə? Bir problemin addım-addım təsviridir. Yəni, kompüterlər, proqramlar algoritmsiz mümkün deyil. Əslində, biz öz günlük həyatımızda da algoritmlərdən çox geniş istifadə edirik, amma fərqində deyilik. Adi bir misal üçün, burada çay dəmləmə üsulu qeyd olunub. Burada çay dəmləmə üsulu nədir? Çay dəmləməkdən ötürü tutalım ki, birinci suyu tökməlisən müəyyən qaba və o qaynamalıdır. Qaynadıqdan sonra onu dəmləməlisən, onun dəm almasını gözləməlisən. Yəni, bu ardıcıllıqdır. Yəni, siz çayı qaynatmadan bunu dəmləyə bilməzsiniz və ya içə bilməzsiniz. Kompüterlərdə də, proqramlar da ardıcıllıqla yaradılan zaman, qurulan zaman orada mütləq ardıcıllığa diqqət edilməlidir. Diqqət edilməyə məcburdur, yoxsa o sistem işləməyəcək. Kompüterin quruluşu isə daxili hissələrindən söhbət gedir. Düzdür, bunun ayrıca bir bölmə halında keçəcək. CPU, loru isə beynidir. Bütün hər şeyi emal edən, kompüterin beyni, komanda verən, əmr verən CPU-dur. RAM operativ yaddaşdır, yəni kompüterin sürətli işləməsinə çox belə deyim, misilsiz qatıqsı var RAM-lərin, SSD-lər xarici yaddaşda informasiyanın daha uzun müddətə yadda saxlanması üçündür. Monitorda yəni bütün prosesləri vizual olaraq görünməsini təmin edən qurğudur.
İnformasiya texnologiyaları da informatikanın bir tərkib hissəsidir. Burada bir sıra məsələn, əsasən proqramlar da burada, software hissəsini biz bura aid edə bilərik. Proqramlar, tətbiqlər, elektron xidmətlər, bulut sistemləri, bunların hamısı informasiya texnologiyalarına aiddir. Şəbəkələr, internet, yəni bunların hamısını ümumiyyətlə və burada qeyd etdiklərimizi ayrı-ayrı bölmə şəklində videolarımız olacaq. Kompüterlərin ümumiyyətlə bir-birinə əlaqəsi mümkün olmadığı təqdirdə onlar bir şey yaramır. Məsələn, internet dediyimiz bir şəbəkə dünyada olan bir neçə kompüterlərin hamısının eyni şəbəkədə toplanmasıdır və bu halda internet meydana çıxır artıq və bu sahəyə aid olan LAN, WAN, modem, router, IP ünvanlar kimi terminlər də var. Bunların hamısına geniş şəkildə baxacağıq. Kiber təhlükəsizlik, bayaq əslində informasiyanın qorunmasında bu haqda səthi söhbət açdıq biz. Kiber təhlükəsizlik odur ki, yəni bu kimi şeylər varsa, yuxarıda sadaladıqlarımız varsa, bunlar xoş niyyətli bir yaradılmış ünsürlərdir. Amma bundan öz bəd niyyətləri üçün istifadə edən müəyyən qruplar var və həmin təhdidlərin önünü almadan ötürü belə bir sahə formalaşıb. Kiber təhlükəsizlik, məlumatların qorunması, atakların, hücumların qarşısının alınması, phishing proqramları, viruslar, bunların hamısının önünə keçilməsi üçün yaradılan bir sahədir. İnformatikanın alt bir sahəsi hesab olunur. Məlumat bazası və süni intellekt. Məlumat bazası odur ki, məlumatların bazı halında verilənlər bazası şəklində saxlanması nəzərdə tutulur və strukturlaşdırılmış formada saxlanması nəzərdə tutulur ki, həmin məlumat bazası çoxaldıqca ora giriş imkanı onun, belə deyim də, nəyi isə o məlumatlar içərisindən tapma get-gedə çətinləşir. Bir xaotik bir şey çıxır meydana. Həmin o xaotikliyin qarşısını almadan ötürü strukturlaşdırılmış bir məlumat baza sistemləri yaradılıb. SQL-dir, Oracle, elektron jurnallar və s. bunlar hamısı məlumatın çıxışı daha operativ, daha ani qılmaq üçündür. Süni intellekt isə son dövrlərin aktual sistemlərindən biridir. Yəni artıq yavaş-yavaş cihaza insan kimi düşünə bilmə, insan kimi adekvat cavab verə bilmə kimi bir bacarıqlara sahib olan proqramlardır və ən əsası bu proqramlar insandan müstəqil olaraq özünü təkmilləşdirə bilən proqramlardır. Məsəl üçün, son dövrlərdə ən çox istifadə olunan ChatGPT, Gemini, Microsoft Copilot kimi proqramları biz bura misal göstərə bilərik. İnformatikanın tətbiq sahələri əlbəttə ki, çox genişdir. Yəni, həyat demək olar ki, bütün sahələrində. Təhsilində, tibbində, bankında, sənayədə, media, kosmik sənaye, nəqliyyatı, bildiyimiz elə bir sahə yoxdur ki, orada informatikadan istifadə olunmaz. Hər sahədə istifadə olunur. İnformasiyanın ölçü vahidlərinə baxdığımız zaman isə bu mövzu ümumiyyətlə, bu dərs əsas anlayışlar olduğuna görə hər şeydən biraz söhbət açacağıq, amma bundan sonra artıq hər mövzu haqqında daha geniş izahlarımız olacaq. İnformasiyanın ən kiçik vahidi bitdir. Yəni 0 və 1-dən ibarət. Ümumiyyətlə, kompüter bildiyimiz kimi ikilik say sistemindən işləyir. Əsas ölçü vahidi isə baytdır. 1 bayt 8 bitdir. Və ondan sonra artıq standart davam edir. Yəni, buradakı standart deyil, 1 bayt 8 bitdir, amma yuxarı ölçü vahidləri, məsələn, 1 kilobayt 1024 baytdır, öz növbəsində 1 megabayt 1024 kilobaytdır, o da vurulur 1024-də və bu minvalla kilobayt, megabayt, terabayt, petabayt, exabayt və s. və ilaxır bunlar arta-arta gedirlər. Sonda bir əsas qeydi biz burada vurğulayaq. Standart kompüter bayaq dediyimiz kimi ikilik say sistemindən işləyir. Binari digit deyirlər biz buna. Bəzən, məsələn, mobil operatorlar, tutalım hansısa bir internet paketi sifariş edirik. 1 gigabaytlıq tutalım internet paketi. Balansımıza baxdığımız zaman 1000 megabayt olur orada. Bu çox yanlış bir sistemdir. Yəni, burada müəyyən təbii ki, bəlkə də kommersiya ola bilər, bəlkə də bizim bilmədiyimiz orada hər hansı bir texniki məsələlər var, amma elmi cəhətdə 1000 yox, 1024. 1024 niyə deyirəm? İkilik say sistemində işlədiyinə görə 2 üstü 10 məsələsinə görə.
1000 yerdə 210-dur və hesablamada da ümumiyyətlə 210, 220, 230 bu minvalla daha yuvarlaq hesablamalar aparmaq mümkündür burada. Dərsimiz bu qədər. Növbəti dərsdə görüşənədək.